Bakacağım indi. Bunun içi doludur suyla. Dədə baba O var ya. bulağının mənbəyi buradadır. Onun içi çəkmək lazımdır. Bölmə. Hovuz qapağı. Görsən içində qab da var. Mal novatına gələnlər o qabla su çəkib çıxırdılar buradan yazıya. Burada kran bağlıydı ümumi sistemə. Yəni orada boru görürəm mən. Ha o boru, O vaxtlardan o qara borunu görürəm. ha o boru gəlir bundan yuxarıki sular bura birləşir. O boruya birləşir. Bu paylanır buradan. Biz fəaliyyətdəyik. Kəndə gəlin, kənd uşaqları. Yurda gəlin. Temo. Hara deyəsən ağa? Gedirəm bulağın gözünü açmağa. Uğur olsun. Kəndə su gəlsin. Uğur olsun. O görüm o gənclər hara gedir. Hey! Hariyetsiz. Bulaq dəriyə gedirlər. Saray kəndi Qala qayasının döşündəyik. Tarixi bulaq dərəmizə gəlmişik. Bir yerini kəşf edək, yerini pəsətləyək, görək bulağın suyun necə və nə vaxt gətirib kəndə çıxarmaq olar. Kəndə gəlin, kənd uşaqları. Kəndə gəlin. Hələ su görsənmi? Aleykə salam. Ya Allah. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günü də gördük ya. Şükür bu günümüzə. Yenəcəm ora. Muxtar da qala tərəfdən gedir. Mən də üstdən aşağı. Həmişə olduğu kimi narahat relyefləri sevirəm. Anciri dara, anciri dara. Bayrağı bırakmak lazımdı, bayrağı. Abim diyor ki buralarda bir yerdedir. O da o taladadır. Prosta altdan getmək lazım ki. Yavaş kimi istifadə edin. Hərdən atın ayağınızın altına ki körpü olsun, sonra götürün əlinizə. Əlinizi yoxsa tala. Maşallah. Aha nəmişlik var. Baba su var. Ha su var, su var, su var. Bak su. Su hay su. Ha su var burada. Elə quyu da burada olacaq. Ha turba oradadır bak. 2 metre aralı çıxmadım. O 1 metre çıxmışsın. Turba daha boru. Aa suyun mənbəyi deyil da yuxarıdan sızır. Muxtar, sən tapmısan suyun mənbəyi. Daha. Suyun gözü budur.
Ha, turba. Gördün? Ha 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 ha. O da bak büyüdü. Ha ha. İndi orası çıkacak üstüne. Oha, de borunun soku qalıb. Ha, baba damcı. Damcılar görürsən. Damcılıyır. Ha, maşallah. Həyatla mübarizə aparır. Yəhərlərin gözü, sahiblərin gözlüyü. Gel. Bundan gözü yaxşı. Bu da ha. Ha ha. Yolu da bu de. Bak kapısı da bu Gel de. o krantı göster, kırgın. Üstünü təmizlə. Kənd cəmaatı tanısın. Şans zamanı. Bunu. Bak. Oh hey. Gel. Eyvallah. Bunun içi doludur suyla. Dədə baba O var ya. bulağının mənbəyi buradadır. Onun içi çəkmək lazım. Biz fəaliyyətdəyik. Kəndə gəlin, kənd uşaqları. Yurda gəlin. Yem bulanmamış içərdiyə. Gel atanın üzerine götür daha. Bunu oradan uzun tapsaydı çıkardardı. Aslında biraz da qabağı nasıl yerlənsin də o təmizlənsin. Yoruldun sən gəl belə Haydi abi. Bir dəqiqə gəlik səbir elə. Onu oradan bir dənə qaldıra bilərsən. lapatkina, ha? Buranı bir dənə atsaq da. Lapatkina səsin. Gözlə düşərsən quyuya ha. Beton da keyfiyyətini itirib, beton da çök o qırıla bilər. Çox güvənmə. Bundan dağı baksan yiyeceğe içten sudur. Yani yaban buradadır. Bak su buradadır. Yol zaten. Gel. Oo zaten. Soruşmaq ayıb olmasın. Lapatkan niyə qırmızıdır ki? Seriozno da. Ne var? Qabağı qara dama. Ha, bax belə. Bulaq dərəmiz. İstiqamət Hərtiz tərəfdir. O gün batan tərəf Hərtiz tərəfdir. Hərtizdən sağ tərəf. Sağ tərəf biraz Novruzlar tərəf. O vaxt deyirdiyin Novruzlar, Novruzlar. Bax orada. Belə. Ha, suyu bollanmışsınız ha. Gələcək, tələs. Balaca koy balacaların o birisiyle beraberleştirme yakşı. O bir şey. Onu at yere da. At yere. At yere ki su gelsin. Suyu turbanın gelen hissesine sokmuşum. Muxtar müəllim, bu yerdən Qubadlı xalqına nə demək istəyirsən, nə eləsin? Allah nasip eləsin. Kənd cəmaatı bu sudan içsin. Çok güzel olacak. Sağ ol, sağ ol. Gəlmək istəsələr içəcəklər, gəlsinlər içsinlər də. Attın yere. Ha, yerdədir, yerdədir. Yerdedir bəs gəlməli də su. Təş bax bunu. Mənə bax. Bu balacanın Bax bu var ha. gözdə bir dəqiqə. Bu suya gələn mənbəni tapmaq lazım. Çəkmə. Bir dəqiqə dayan da bunu gedən yeri var mı? Var gedir. Turbanın içine soğurur. Bildim də ver getsin bu turbanın altından salın ki bunu qatlanırdı çıxmasın. Gözlə. İndi bas böyle. Bas böyle. Ay sağ ol. Sağ. Hani ikisini de basın ha. Evet. Bas olanda de. Ha, buradadır, yaxşıdır. Ha, gelir su indi. Gələcək, imkan versin gələcək. Ha, su. Sən gəbəri gələcək. Kesirim sən orası gələcək. Bu da yerdə. Onu saxla çəkim daha. Bu ne? turbanın içinden çıktı ha. Turbanın içinə yermişdi, hə bu? Ha. Altına salmaq lazım ki, su şişsin. Ha, şimdi içine dolayacağım. Geçsin içine bu şılanda su gelsin.
Sapoğa su dolub sənin. Beləliklə, həmin günü vaxtın məhdudluğu və köməyin yetərincə olmaması ilə bağlı bu qədərəsini edə bildik. Sağlıq olsun qaldı gələn dəfiyə. Kənd cəmaatın birləşən gününə qaldı. Həsən Kahası Saray kəndində. Buyurun. Ay. Həsən Kahası. Bu yerlərə Həsən Kahası deyirdilər. Və bulaq dərənin yuxarı hissələridir. Oradan qalamız görsənir. Artıq qaranlıq düşmək üzrədir. Bura bizim bulaq dərəmiz. Üstdən görünüşü. Önüm baxın. Bu günləri çayın qırağına söhbətgah qoyduq. Həm də bulaq dərəsindən bulağımızı suyunu tapdıq. Biraz təmizlik işi gördük, biraz nizama saldıq. İndi dəqiqləşdirək ki, əlavə nələr lazımdır. Sonradan suyun çəkilməsi üçün bura gələcəyik. Şükür bu günü kəndimizin qədim tarixi olan bulaq dərəsində suyumuzu da tapdıq. Onu deyə bilərəm ki, şəhidlərin zəhməti hədər getməsin. Bunu dəyərləndirək. Bir də bu cığırı görürsünüzmü? Təsadüfi cığır deyil. Buradan hansısa heyvanlar haradasa ya porsuq olar hər halda, qarnı yerə dəyən heyvandır. Daim yenib bulaq dərədən su içib qayıdırlar. Bu cığır düz gedir yuxarı. Bu yol kənddən yazıya çıxan alternativ yolda. Rəhmətli Can Bağışlayı bu yolla çıxırdı Qaz51 ilə yazıya. Yassı təpənin arxası. Ehtiyatlı, ehtiyatlı. Görsən, o izləri görürsən. Bax, izi görürsən altdan yuxarı çıxır. Bax, orada heyvanlar, baba görsən. Məndə də bir izlər vardı. Gəlirlər, su içib qayıdırlar. Özdə dəstə halında gedirlər. Hay Allah, sana şükürlər olsun.